Sangan 2025 Crash'da avtomobil vurulub. Avtomobil kodlanmır. Yanımıza gətirdilər ki, maşın kodlanmır. Nə parkovka beyni, nə neytralı görür. Xətalar aşkarlanır, mühərrik işə düşmür. Rol bərkiyib. Mühərrik işləmir. İnşallah ki silirsən, səhvlər yenidən geri qayıdır. Dinamo zaryadkanı düzgün şəkildə görsətmir. Dinamo deyəndə avtomobilin zaryadkası dinamo, yəni dilimiz dinamoya öyrəşib. Amma bizdən o da səhv tutmayın. Yəni batareyalar düzgün qidalanmır. İstədiyimiz voltajı ala bilmirik. Və qeyd edək ki, avtomobildə yaranan problemlər vurulandan sonra baş verib. Avtomobil arxa qapısı tamamilə sıradan çıxıb. Avtomobil həm crashdadır, həm də özünü qoruma rejiminə salıb. Batareyası düşdürülür, endirilir. Batareya baxış keçiriləcək. Kondensator rol oynayan belə bir şey var. Piston deyək də. Avariyadan sonra baxmalıyıq ki, bu yanıb yanmayıb. Tester vasitəsilə yoxlanılır, hər şey qaydasındadır. Bizim bir ustamız var. Dedim yoxla gör orada vəziyyət nətərdir. Götürdü kontrolla ilə yoxlamağa ki, görüm tok var yoxdur. Kontrolla bir yana özünü mənvilənmişdi. Yəni belə şeylərə diqqətli olmaq lazımdır. Əlcəklə mütləq işləyir. Burada çox güclü müqavimət var, yəni. Aylarsınız ki, axirətdəsiz də, yəni. Mələklər qarşısında sorğu-sualdasınız. Hələ ki burada bir problem aşkarlanmır. Üstündə işləyirik inşallah. Sonunu sizə mütləq göstərəcəm. Sangan avtomobilimizin işimizin sonuna gəlib çatmışıq. 2 gündür bunun üstündə əlləşirik. Batareya falan düşdü. Maşını kodlamağa çalışırıq. Kodlayaq. Görək üzümüzü ağ eləyirmi? Ay Allah! İnanılmaz. Avtomobil hazırdır. Inverterdən belə söküldü. Xeyirli olsun.